Can bəy, bir dənə məsələ var. Bax, indi bu həmin şəxs də, bu fenomenal yaddaşı olan bir şəxs də, hansı ki məni gəlib neçə ildən sonra tanıyıb da bu adam. Yəni bu o informasiyanı niyə saxlayıb ki da, yəni? O nəinki onu saxlayıb, ümumiyyətlə bütün hamısı informasiyası. Yəni onun, yəni bu nə həyatında o rol oynaya bilər ki onun? Duyğu. Elə duyğunu daima yaşayıb o. Daima yaşamış ola bilməz. Sadəcə olaraq ola bilər ki, o insanın beyninin duyğuları nəzarət edən bölməsi biraz daha aktivdir, daha emosionaldır və informasiyalara daha çox duyğusal mənalar yükləyib. Şey danışanda elə bir kino danışır elə bil. Yəni olmuş hadisənin, olmuş detallarından danışır. Bu bir də bilirsiniz, insan təkcə vizual, audial, kinestetikdən ibarət deyil. Psixologiyada insanın müxtəlif davranış qəlibləri var. İnsanın düşüncə qəlibləri var. Elə insan var ki, çox detallara fikir verəndir. Elə insan var ki, ümumi nəticəyə baxandır. Ona görə bəzən insanlar sizə bir dənə şeyi danışmaq üçün gedəcək bütün aləmi fırlanacaq, gələcək danışacaq. Məsələn, mənim öz yaxınlarımda da var. Bu adama sual versəz ki, məsələn, çay içmək istəyirsənmi sualının cavabını çayın yaranma tarixindən Azərbaycanda çayın ilk çayxananın açılma tarixinə qədər gedib çıxacaq, ondan sonra axırda öz cavabını verəcək. Var belə insanlar. Bu da insanlar yenə dediyim kimi düşüncə qəlbindən, davranış qəlbindən və həyatı qavrama modellərindən asılı olaraq dəyişən bir şeydir. Bax, bayaqlar bir dənə mövzuya toxundunuz. Dediniz ki, insanların beyninin bir məhdudiyyəti yoxdur da. Netflixdə belə bir serial gedirdi, Black Mirror-da, Qara güzgü, Azərbaycanda tərcümə etsək. Orada bir an var idi ki, insan yeni texnoloji inkişafa keçiblər, insan beyni bir hard disk kimi saxlanılır. Yəni adam gözləri sanki videonu çəkir və o həyatındakı anlar var, hansı ki yaşayır. Onların istədiyi vaxtda dönə bilir, onlara baxa bilir, izləyə bilir onları. Bir yaddaş kartı kimi yəni saxlayırlar. Yəni düzdür, orada da müəyyən nüanslar yaranırdı da, yəni insanlar bir-birinə necə təsir edir, bu insanların həyatına necə təsir edir, orada göstərirdilər. Amma siz necə düşünürsünüz? Yəni bu fantastikadır, yoxsa bunu nə baxsa insan yaddaşı həqiqətən bu qədər böyük bir informasiyanı yadda saxlaya biləcəkdir? İnsanın yaddaşı hal-hazırda da böyük bir informasiyanı yadda saxlaya bilər. Yəni o qədər videolarla. Bu bilirsiniz nəyə bənzəyir? Məsələn, normalda bir maşının motorunu düşünün. Bu maşının motoru deyək ki, çox güclüdür. Minlərlə kilometr məsafəni qət edə bilər. Ona əngəl olan şeylər nədir? Hava şəraitidir, atmosfer təzyiqidir, yağının, suyunun yanacağının azalmasıdır, sürtünmənin nəticəsində yaranan müəyyən deformasiyalardır. Düzdürmü? Belə şeylərdir. Yəni, bunlar olmasa, onun bir məhdudiyyəti yoxdur ki, işləyə gedəcək. İnsanın da həyatında müəyyən məhdudiyyətlər var. Bizim ailəvi qayğılarımız var, bizim gələcək qayğılarımız var, bizim gündəlik yaşam qayğılarımız var, bizim qidalanmağımız var, bizim sağlamlıq problemlərimiz olur, həyatımız dəyişir, həyat şəklimiz dəyişir, yaşımızın üstünə yaş gəlir, bir gün yaxşı hiss edirik, bir gün pis hiss edirik. Bu həyat dəyişkən bir prosesdir. Və nəticədə həmişə eyni stabil bir xəttdə olmadığımıza görə, həmişə eyni performansı da biz hər zaman göstərə bilmirik. Bu da çox insani bir haldır. Bunları nəzərə alsaq, təbii ki, insanların hər şeyi yadda saxlamaq məsələsinə bir aydınlıq gətirmək olur. Biz bilə bilirik ki, niyə hər zaman hər şeyi yadda saxlaya bilirik, hər zaman eləyə bilmirik. Məsələn, eyni bir cihaz qışda bir cür işləyir, yayda bir cür işləyir, eyni cihazdır. Amma hava şəraitindən asılı olaraq onun dəyişimi müşahidə olunur. İnsan da eynən bu şəkildədir. İnsan həyatında, insan robot deyil ki, robotun belə müəyyən işləmə prinsipləri var. Ona görə də bizim etməli olduğumuz və edə biləcəyimiz ən yaxşı şey nədir? Olduğumuzun fərqinə varıb, mən həmişə deyirəm, biz olduğumuzu zənn etdiyimiz insanlarıq. Özümüzü necə zənn ediriksə, həmin reallığı yaşayırıq. Olduğumuzu zənn etdiyimiz insana bir baxıb, özümüzü necə görmək istədiyimizə qərar verib, o yeni reallığı həyata keçirmək yolunda yeni bir şeylər öyrənmək, davranışlarımızı dəyişdirmək, lazım olan zaman, lazım olan yerə bir əyar vermək lazımdır.